Uşaq tərbiyə edən valideynlərə tövsiyəm budur ki, uşaq evdə ata-ananın qəzəbli sifətini, qəzəbli səsini görməməlidir və görməməlidir. Gündə o oyla, bu oyla dalaşacaqsa, ona göz ağardacaq, bununla uşaq nə olacaq mən bilmirəm. Nə olacaq, bu uşağın axırı necə olacaq bilmirəm. Allah lütf eləsin gərək ki, o necəsə, o qışqırıq, bağırıq, dava, qırğın olan evdə, hamıya qəzəbli olan evdə nə böyüyəcək, hara gedib çıxacaq o uşaq, mən bilmirəm. Ən böyük zərbəni uşağa bu vurur. Kişi qəzəblidirsə evdə, həyat yoldaşı onun yanında necə yaşayır, mən bilmirəm. Nələrə dözür, mən bilmirəm. Şəhid də olsa bu kişi, şəhid də olsa, qəzəb səbəbindən ailəsini narahat edən kişi qəbr əzabını mütləq görəcək. Şəhid də olsa. Qadın da elə. Vay o gündən ana evdə əsəbi olar. Ana xüsusilə önəmli məsələdir bu məsələdə. O ailədə nə aramlıq olacaq, nə mühit olacaq. Ana bütün günü qəzəblənirsə, uşağın vücuduna hopacaq və qəzəb çətin olacaq onu çıxartmaq.